Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Selamun aleyküm, hər vaxtınız xeyir olsun. Bildiyimiz kimi bu günlər, bu gecələr Qədir gecələridir və bu günlərdə, bu gecələrdə Allah Teala öz Peyğəmbərinə Quran nazil eləyib və o birisi tərəfində bildiyimiz kimi bu günlərdə Həzrət Əleyhisselam həm zərbətlənib, həm də şəhadətə çatıb. Bizim mövzumuz, əsl mövzumuz ailə mühitində uşaqların tərbiyəsi mövzusu idi. Bu arasında bir neçə bəhs olunub və lazım olan yerlərə, saytlara, bir neçə sayta yerləşdirilib. Amma bu günləri, bugünkü çəkilişi və videonun Həzrət Əleyhisselamla bağlamaq üçün həm Həzrət Əleyhisselam şəhadəti günləridir, həm də ona aid olsun deyə onun kəlamından istifadə eləmək istədik. Mövzu da elə həmən mövzudur. Yəni Həzrət Əleyhisselamın öz uşaqlarına olan vəsiyyəti. Demək olar ki, Həzrət Əleyhisselamın öz uşaqlarına, İmam Həsən və İmam Hüseyn Əleyhisselam olan vəsiyyəti uşağa olan vəsiyyətdir və bizim mövzumuzla hardasa əlaqəsi var deyə bugünkü bəhsi Həzrət Əleyhisselamın kəlamına bağlamaq istədim. Hansı əlaqəsi var, hansı şeylər zehnə gəlir? Yəni bir valideyn diqqətli olarsa, indi xüsusən Həzrət Əleyhisselamın dediyi kəlmələrə toxunacaq, görəcək ki, Həzrət Əleyhisselam öz uşaqlarının nəyi vəsiyyət edir. Yəni bir valideyn diqqətli olsa, odur ki, Peyğəmbər sallallahu buyurdu ki, birinci uşaqlarınıza halal və haramı öyrədin. Yəni uşaqlar əgər ağlı kəsməyə başlayandan, bir şeylər başa düşməyə başlayandan onlara halal və haram öyrənilsə, təqribən işin əsası düzələr. Tərbiyə məsələsinin əsası düzələr, əxlaq olsun əsası düzələr. İndi Həzrət Əleyhisselam da burada öz uşaqlarına vəsiyyət edir. Vəsiyyəsi nələrdən ibarətdir? Bizim bəhsimizlə rabitəsi var. Ona görə Həzrət Əleyhisselamın bu 47-ci məktubları mən seçdim. Burada inşallah oxuyub, tərcümə eləmək və yaxud oxumadan, ərəbcə oxumadan elə baxıb, oxumaqla və işarə eləməklə, azca da məsələn şərh formasında işarə eləməklə inşallah bugünkü videonu bunun üzərində qurmaq istəyirik. Həzrət Əleyhisselam öz uşaqlarına buyurdu ki, mən sizə, yəni sizin üçünüzə İmam Həsən və İmam Hüseyn Əleyhisselam buyurdu ki, sizə Allahın təqvasını vəsiyyət edirəm. Usikum bi təqvallah. Usikuma bi təqvallah. Dedi, sizə tövsiyə edirəm, vəsiyyət edirəm ki, Allahdan təqvalı olasınız. Hər bir valideynin işi bu cürdür. Allah Teala Həzrəti İbrahimin sözün Bəqərə surəsini gətirir. Buyurur ki, uşaqlarına çağırdı ki, sizə tapşırıram ki, müsəlman öləsiniz. Nə bağda müsəlman olmadan öləsiniz. Yəni, müsəlmançılıqdan çıxıb öləsiniz. Müsəlman öləsiniz. Hər bir valideyn gərək bunu öz uşağına təlqin eləsin. Ki, dinin əhəmiyyəti və zərurəti nələrdən ibarətdir? Bu barədə çalışmalıdır. Din insana nə verə bilər? Dinsiz insanlarla dini olan dindar insanlar arasında həqiqi dindardan söz gedir. Hansı fərqlər var? Din insana hansı faydalar yetişdirir? Bu faydalar əgər valideynlər onun arxası düşsə, həqiqətən və düşünsə, həqiqətən, çünki Allahın kəlamından da Allahdan kimsə daha doğru danışa bilməz. Və Peyğəmbər sallallahu verdiyi o sözlər və dediyi sözlər, bunlardan daha doğru kimsə söz deyə bilməz. Hər kəs bu həqiqi yolun arxası geçsə, başa düşəcək ki, mən özümə nicat verdim iman gətirməklə. Yəni Allaha mən iman gətirmişəm, özümə nicat verdim. Gərək mənim boyunda vacibdir ki, biz nə dedik? Bundan qabaqki bəslər dedik ki, insan müxtəlif mühitlərdə tərbiyələnir, formalaşır. Onlardan birincisi ailə mühitidir. Və ən güclü məhəbbət də bu mühitdə yaranır. Yəni valideynin uşaqlara və uşaqlarına valideyn. Dedik ki, bu məhəbbətdən bir qeyrət də yaranır. Ki, o qeyrət valideynə bunu təlqin eləyir, bunu məcburlayır, bunu tələb edir valideyndən ki, gərək uşağı tərbiyə eləyəsən. Düzgün insanı yetişdirəsən. Qoymayasan zərərlər gedər. Bəzən biz insana fəqət, məsələn, bizdə misal var, deyirlər ki, mənə balıq vermə, balıq tutmağı öyrəd. Valideyn də uşağa bəzi vaxtlar balıq verir, bəzi vaxtlar balıq tutmağı öyrədir. Yəni, insan öz uşağına, özü dində bir miqdar axtarış eləsə və bəzi şeylər ələ gətirəndən sonra öz uşaqlarında da bunu görəcək faydası var və bir şeylər ələ gətirib ki, başqa yollarda, Allahın bir dənə yolu var da, sırat-ı müstəqimdir. Bu Allah deyən yoldan ki, əhl-i beyt o cür gediblər, kimsə getməsə, ondan başqa hər hansı yol olur olsun, axırı yoxdur, nəticəsi yoxdur.
Allah deyən aparmayacaq. Fəqət bir dənə yoldur ki, insanı Allah deyən aparır. Allah deyən də nədir? Həmin o səadətdir, əbədi xoşbəxtçilik. Ona görə Həzrət Əleyhisselam da bu 14 məsumun ikinci, üçüncü nümayəndəsi, əgər xanım Zəhranı ikinci götürsək, Həzrət Əleyhisselam olur ikinci. İşin əhəmiyyətindən danışır. Buyurur ki, sizə Allahın təqvası. Yəni birinci bəndə nə varmalıdır? Neynəməlidir? Allah qabağında vəzifəsi nədir? O insan olaraq vəzifəsi nədir? Buyurur ki, sizə tapşırıram Allahın təqvası. Allahdan qorxun, təqvalı olun. Yəni özünüzü haramdan qoruyun. Vacibata möhkəm yapışın. Haramdan uzaq durun. Sonra buyurur ki, nə bağda dünya pərəst olasınız? Məsələn, çox təəssüf olsun, bəzi valideynlərə baxanda görürsən, uşağı bizi yetişdirir ki, uşaq dünya pərəst olacaq. Yəni, bu yolun axırı onu Allaha aparmır. Allahdan uzağa aparır. Allahsızlığa aparır. Küfrə aparır. Günaha aparır. Dedi ki, nə bağda dünya pərəst olasınız? Dünyaya meyl eləyəsiniz. Hərçənd dünya sizə meyl eləsə də. Adam var da, bir görsən, ya əvvəl kasıb olub, ya elə əvvəldən var olub. Uşaqlar bir cür yetişdirir ki, uşaqlar dünya pərəstdirlər. Yəni Allah yadlarına düşmür. Və yaxud da bəziləri kasıb idi, yoxsul idi, fəqir idi. Dünya onun üzünə güldü. Neynir? Görürsən, uşaqlar bir cür yetişdirir. Özü də bir cür dəyişir. Görürsən ki, dünya üz gətirməyini Allah yaddan çıxır. Hamısının bunların misalı var. Buyurur ki, və dünyada əlinizdən çıxan bir şeylə təəssüflənməyin. Quran buyurur ki, nə əlvə gələnə sevin, nə əlindən çıxana qəmlən. Bu dünyada hər şey mümkündür. Bu dünyada əgər ən ağır və ən çətin ölümdür. Ölüm ki, qətidir, yəni bunda heç kəsin şübhəsi yoxdur. Əgər o ən ağır olan qəti olaraq varsa, ondan yüngül aşağı hər nə təsəvvür edəsiniz, bunlar hamısı yəni mümkündür ki, baş verər. Hər ləhsə biz əlimizə bir şeylər gələ bilər. Hər ləhsə əlimizdən hər bir şey çıxa bilər. Buyurur ki, dünyadan əlinizdən bir şey çıxsa ona təəssüflənməyin. Həmişə düz söz danışın. Bunların hər birinin üzərində bəhs var. Mən fəqət tərcümə həddində deyib keçirəm. Bunların hər birinin üzərində şərhlər yazılıb. Yəni böyük kitablar bunlar barəsində, yəni bu sözlər barəsində təlif olunub. Amma fəqət tərcümə həddində də insana bir şeylər yetişdirir bu. Yəni bir şeylər başa salır. Buyurur ki, həmişə düzü deyin. Heç vaxt yalan demə. Görürsən, bəzi uşaqlar valideynlərinə oxşayır, yalan danışır. Niyə sən yalan danışırsan? Bir evdə belə görmüşəm. Deyir, həmişə düz denə, haqqı denə. Və əməl edəndə buyurur ki, əcr üçün, savab üçün əməl edir. Yəni bir iş görürsən, Allah'a xatirlə. Yəni bəzi insanlar görərsən, başqalarına görə, yəni özün başqalarına göstərmək üçün əməl edir. Bu səhvdir. Həzrət Rəsulullah deyir ki, Allah üçün. Əcr, yəni savab, yəni Allah üçün əməl edir. Və buyurur ki, zalıma xəsm olun. Xəsm yəni qəzəbli. Ondan özü zalimdən düşmən olur. Məzluma isə kömək olur. Məzlumun əlindən yapışın. Hər kəlmə və hər cümlənin üzərində nə var? Bir dənə bəhs var. Ki, mistaqları təyin eləmək və üzərində söz danışmaq. Sonra buyurur ki, sizə tövsiyə edirəm və bütün uşaqlarıma və bütün əhli əyalıma, ailəmə və hər kəsə ki, mənim bu kitabətim və mənim bu sözlərim onlara çatar, yenə nə deyir? Bir təqvallah. Yenə Allahın təqvası. Ki, bir şəxsin təqvası olmasa, hər nəyi olur olsun, elə ki, əli boş bir şəxs kimidir. Heç nəyi olmayan kimidir. Çünki dünya bugün qutaracaq, bizi aparıb qoyacaqlar qəbrə. Dünyada indi mümkündür bizim saraylarımız olsun. Bunlar dünyada qalandır. Bundan qabaqki bəhsdə də işarə elədik, insan həqiqi mirası əxlaqdır, ədəbdir, gözəl tərbiyədir. Öz övladları üçün. İnsanın ən gözəl mirası budur. Ki, övladını həm dünyada dərdinə dəyəcək, həm bərzəxdə dərdinə dəyəcək, həm axirətdə o düzgün uşaq yetişdirdiyinə görə valideyn onun savabının onun özünə gələcək. Məsələn, valideyni görəndə, uşağı görəndə deyəcək, Allah bunun atasına rəhmət etsin, anasına rəhmət etsin. Nə gözəl uşaq yetişdirib cəmiyyətə göndərir. Ən böyük miras budur. Bəs axı mənim pulum canım deyir, o da mirasdır, amma sən ölənə qədər. Öləndən sonra artıq sənlə o mirasın arasında heç bir bağlılıq yaranmır. Etibarı bir şey. Nə qədər varsan, o sənindir. İndi öldün də qutardı, da sənindir. Buyurur ki, nə etmək lazımdır? Buyurur ki, təqva, ilahi təqvanı gözləmək lazım. Təqvalı olun və öz işlərinizdə nəzimli olun. Məsələn, hədəflə və nəzimlə, tələsmədən, həmişə qərarlı şəkildə, arxain, möhkəm şəkildə və tələsmədən. Buyurur ki, öz işlərinizdə nəzimli olun və öz aranızda mehriban yaşayın.
öz aranızda mehriban olun. Yəni sülhlə yaşayın. Bir-birinizə qəzəblənməyin. Bir-birinizin pisini danışmayın. Bir-birinizin avrını aparmayın. Bir-birinizə pislik eləməyin. Deyir, mən sizin babozdan eşitdiyim sallallahu aleyhi və səlləm Həzrət Muhammed sallallahu aleyhi və deyirdi ki, öz aranızda mehriban yaşamaq bir ilin namazından və orucundan daha üstündür. Yəni insanlar öz arasında ailədə və ailədən kənarda insan görürsən, bəzi insanları görəndə adam xoşhal olur. Heç nə demir, bir salam hələ yaxınlaşmıyıb o qədər ki, mən ona salam verəm. Səsini eşidən xoşalım. Uzaqdan görəm xoşhal olur. Niyə? Çünki xoş insandılar. Kimsə ondan pislik görməyib. Kimsə ondan ayrı bir söz eşitməyib. Elə baxanda uzaqdan elə hələ salam vermək üçün adam xoşhal olur. Buyurur ki, belə insanlar cəmiyyətdə, məsələn, insanları islaha, xoş rəftar olmağa, dəvətli, əxlaqlı olmağa. Bəzi insanlar var ki, əksinədir. Uzaqdan görəndə adam bilmir yolun dəyişsin, buna salam verməsin. Bunların hamısının üstündə bəhs var. Buyurur ki, Peyğəmbər sallallahu buyurur ki, sülhlə yaşamaq, öz aranızda sülhlə yaşamaq sizin üçün daha yaxşı nədən? Bir ilin ibadətindən və namaz, orucundan daha yaxşı. Sonra buyurur ki, Həzrət Əleyhisselam buradan başlayır. Allah, Allah ərəb dilində, yəni sizi qorxuzuram Allahdan. Yəni Allah qorxun ha. Allah, Allah. Bizdə də var. Allah, Allah. Nə bada bu belə ola ha. Bu həmən mənada. Buyurur ki, Allah, Allah yetimlər barəsində. Qoymayın ha. Bugün nə bada bugün qarınları az ola, bugün qarınları tox ola. Ehsan əhlinə baxmaq lazımdır ki, necə ehsan bilir. Bizim indi hazırda çox ehsanlarımız hamı verir. Üçdə düzgün işləyir, özündə problemi yoxdur. Onu görürsən ki, yetim qonşuda az qalıb, yoxsul fəqir qonşuda az qalıb. Amma biz qonaqlar çağırmışıq ki, balacası məsələn adi bir maşınla gəlib. Amma yetimlər nə vardı? Az qalıb. Həzrət Əleyhisselam deyir ki, Allah Allah, yəni sizi Allahdan qorxuduram. Nə bada? Allah Allah, qorxun ha. Qorxun o gündən ki, yetimlər barəsində. Nə bada bugün az qalalar, bugün tox qalalar. Bugün, yəni yaddan çıxardasınız yetimləri. Və onların haqqı sizin yanınızda xarab olar. Sizi Allahdan qorxuzuram. Yəni Allah, Allah, yəni müğayət olur. Nə bada? Ətrafa baxın. Bu uşaqlar üçün ən böyük tərbiyədir. Bir valideynin uşağına tədricən, əlbəttə uşaq balacadır məsələn, onun mümkün deyil bu sözləri ona demək olmaz. Amma tədricən bunları müqəddimə şəkildə uşaqlara demək gözəldir. Məsələn, halal-haram məsələsindən başqasının malı olmaz. Məsələn, yetimdir, görürsən, yoxsuldur, öz apardığından ona da ver. Və həmçinin gördün, məsələn, döyürlər, qoyma, ona arxa ol, hər kəs ona zülm eləyir, qabağında dayan. Yavaş-yavaş da hər yaş o sözlər, bu sözlərdən, hər yaşda olan uşaq bu sözlərdən bir cür, belə deyək, bir şeylər dərk edir. Ondan sonra buyurur ki, Həzrət Əleyhisselam deyir ki, Allah, Allah qonşularınız barəsində. Qonşularınız barəsində. Deyir, bu sizin babozun vəsiyyətidir. Həzrət Əleyhisselam deyir. Deyir, mənə o qədər vəsiyyət edirdi qonşuları ki, mən belə zənn elədim ki, qonşular məndən irs aparacaq. Qonşular insandan irs aparar. Yəni nə? Bir şəxs ölür və özündən sonra miras qalır və o miras onun uşaqları arasında bölünür, ailəsi arasında bölünür. Deyir, mənə o qədər qonşunu vəsiyyət edirdi ki, qonşularınızla müğayət olun, qonşularınızla mehriban olun. Yəni, gözdə qulaqda olun, ac olar, xəstələnər, köməyə ehtiyac olar. Deyir, mənə o qədər vəsiyyət edirdi. Mən elə bildim ki, qonşu şəxsdən, qonşudan irs aparacaq. Mənim, məsələn, ölən şəxsin mirasından qonşununla payı var. O qədər mənə vəsiyyət edirdi. Ondan sonra buyurur, nəyi? Əsas nöqtələrdən biri. Bizim zəifliyimiz. Quran məsələsidir. Deyir, Allah, Allah fil Quran. Nə bağda başqaları ona əməl eləməklə sizdən qabağa keçələr. Yəni, biz müsəlmanıq, Şiyə-ü, əlhamdülillah, Allah'a şükür olsun, Əhl-i Beyt yolunun davamçıları yox. Heç Quran dalıcı uşaqlarımızı göndərmir. Heç Allahın dini barəsində maraqlanmır. Bunların hamısının hesabı kitabı var. Yəni, zaman bir zamandır ki, artıq bir şəxs cahil qasir deyirlər. Bir də var cahil müqəssir. Qasir olan şəxsin Allah yanında özürü var. Məsələn, bir şəxs meşədə yaşayır, yaxud da bir şəxs ucqar bir yerdə yaşayır, heç vaxt eşitməyib. Mən gördüm ərəblərdən, hətta səhrada yaşayan ərəblərdən ki, ona sual verdi ki, dinin nədir? Bilmədi din nədir. Dedi ki, səni kim yaradıb? Dedi, yaradan. Adım bilənmədi kimdir. Yəni, dedi, sənə kim buz verib? Dedi, Rəzzaqıdır, amma adım bilmirəm. Dedi, Peyğəmbərin kimdir? Dedi, Peyğəmbər nədir?
Xülasə Muhammed adını dedi, o da başa düşmədi. Yəni hətta səhrada yaşayan belə bir ərəblər var imiş, səhrada. Dəv otarmaqla məşğuldur, oyun otarmaqla məşğuldur. Bunlar ki, qasir. Amma bizim cəmiyyətdə hamının telefonu var, hamı müxtəlif yerlərə, müxtəlif saytlara daxilində istər-istəməz hər kəs gündə bir dəfə çöldə əzan eşidir. Ondan videolara baxanda bilən dini bir şey çıxır. Bir kəlmə belə olsa, görmək belə bəzi ruhanilər insanda təsir edir. Allah Teala qiyamət günü qasiri bağışlayar, qasirin özrü var. Amma müqəssir, bizlər hamısı müqəssirik Quran barəsində. Çünki bu bizim dinimizin kitabıdır. Həzrət Aleyhisselam buyurur ki, sizə Quranı tapşırıram. Nə bada başqaları o Qurana əməl etməklə sizdən qabağa keçər. Və buyurur ki, həmçinin namaz. Çoxlar namaza çox ehtinaslı olub. Bəzilər çox təəssüf olsun, namazı qalandan sonra tərk edir. Və Allah Teala bu şəxslər barəsində buyurur ki, fəvaynil musallin, vay olsun namaz qılanlara. Ki, əlləzinəhum ən salatihim sahun, o şəxslər öz namazlarına qafildirlər. Ehtiramsız yanaşırlar, süst yanaşırlar namazlarına. Və ona baxan uşağına götürəcək. Elə yaxşı olsa atam davam eləyərdi, anam davam eləyərdi. Buyurur ki, namazı sizə tapşırıram. Çünki o sizin dininizin sütunudur. İmam Hüseyin Aleyhisselamın Ərəfə duasında bir kəlməsi var. Buyurur ki, ilahi, səni tapan nəyi itirib və səni itirən nəyi tapıb. Namaz Allahla qovuşmaqdır, Allahı tapmaqdır, ona yaxınlaşmaqdır. O cür ki, namaz qılmaq üçün qurbətən ilallah. Qurbət yəni yaxınlıq, qarib yəni yaxın, qurbətən ilallah. Yəni Allaha yaxınlaşmaq üçün bu namaz qılıram. İndi bir şəxs namazı qılandan sonra tərk edir. Bu nə tapıb? Yəni mən Allahla yaxınlıqdan xoşlanmamışım. Yəni hər kəs ya Allah yolundadır. Allah yolundan Həzrət Aleyhisselam buyurdu ki, imanın əlaməti namazdır. Yəni bir şəxs deyir ki, mən imanlıyam, möminəm, gəlir namaz olsun. İman, kimin namazı yoxdur? Həzrət Aleyhisselam. Kimin namazı yoxdur? Onun imanı yoxdur. Yəni iman, yəni Allahla yaxınlıq, mənəvi yaxınlıq. Və o ilahi ki, Allah ki, nuru səmavati vəl ardı, Allah göylərin və yerin nurudur. Ona yaxınlıq insanın nuraniləşməsi. Bir şəxs düşünmədən, ya bilərəkdən, ya bilməyərəkdən hər bir halda Allah tərk edir. Namazı tərk edir. Və insan həqiqətdə kəşf bilərdi ki, necə zülmətlərə qərq olur. Öz dininin sütunun aranı aparır. Buyurur ki, sizə namazı tapşıram ki, bu sizin dininizin sütunudur. Sonra buyurur ki, Kəbə barəsində deyir, Allah, sizə Kəbəni tapşırıram. Uşaqlarına deyir bu sözləri. Baxın, uşaqlarına deyir bu sözləri. Düzdür, yenə də bir şəxs məsələn deyə bilər ki, mən bu sözlər məsələn, çox ağır, mən bunu necə uşaqlarıma deyə bilərəm. Amma hər bir həddə uşaq yavaş-yavaş, biz bundan qabaqki əxlaq dərslərində nə dedik? Dedik ki, uşaq 7 yaşına çatanda onu çağırmaq lazımdır. Demək lazımdır ki, daha doğrusu 3 yaşına, 4 yaşına, 5 yaşına çatanda, müxtəlif yaşlarda bəzi uşaqların istedadı çoxdur, bəzi uşaqların istedadı 6 yaşına çatanda çağırırsan, deyirsən ki, la ilahə illallah deyir. 7 dəfə təkrar elətdirib buraxırsan. Bir dəfə bunu deyirsən, gələn dəfə Muhammed Rasulullah deyirsən, bir dəfə başqa, ta uşaqlıqdan başlayır, içindəki o əxlaq, içindəki o tərbiyə ilahi sözlərlə qarışıb və bitməklə, ilahi sözlərlə inkişaf eləməklə uşaq böyüməyə başlayır. Buyurur ki, sizə tapşıram Allahın evin, yəni Kəbə evin. Buyurur ki, nə badı onu boş bıraxasınız? Nə badı onu boş bıraxasınız? Əgər deyir, onu boş bıraxsınız, sizə möhlət verilməz. Sonra buyurur ki, Allah fil cihad, yəni sizə tapşıram cihadı. Yəni cihad, yəni Allahın dini müdafiə eləmək. Əsas budur. Nə ilə? Deyir, malınızla və öz canınızla Allah yolunda. Niyə? Deyir, hətta dilləri üzrə. Mənim malım yoxdur, mənim canım yoxdur. Mən necə dinimi müdafiə edə bilərəm? Din üçün cihad edə bilərəm. Buyurur ki, dilin ki var, nə qədər ki dilin var, Allah yolunda, Allahın dinini müdafiə elə. Buyurur ki, və sizə tapşırıram ki, bir-birinizdən yaxın əlaqələr qurasınız. Uşaqlar məsələn görürsünüz, uşaqlarla hər tez-tez savaşan uşaqlar. Tez-tez savaşanlar. Hər dəfə valideynlərin mehriban olmaq lazımdır. O dərk eləməyində, hər halda uşaqla danışmaq lazımdır. O dərk eləməyir, sən dərk eləyirsən, sən böyüksən, sən daha yaxşı uşaqsan, sən başa düşən uşaqsan. Bu sözlərlə yavaş-yavaş, yəni hər bir sözün balaca həddi də var, yuxarı həddi də var. Bir mövzuda balaca uşaqla balaca həddə danışmaq olar. Eyni mövzuda böyük şəxslə
Yaşı çox olan şəxslə, dərki çox olan şəxslə böyük həddə danışmaq olar. Həmçinin də yenə də Həzrət Əleyhisselam da burada buyurur. Buyurur ki, sizə tapşırıram ki, bir-birinizə nə edəsiniz? Yəni bir yerdə olasınız. Səliyə rəhm eləyəsiniz, bir yerdə olasınız. Və bir-birinizə bəzl eləyəsiniz. Bəzl, yəni bir-birinizə bir şeylər bağışlamaq. Məsələn, deyirsən, sədəqə verirsən, bundan qabaqki bəsləri biz ona işarə elədik. Sən sədəqə verirsən, uşağa verirsən ki, bunu çatdır. Bunu sən bir ona. Ya ehsan paylayırsan, birini şirniyyat paylayır, biri konfet paylayır. Verirsən uşağa ki, uşaq paylasın. Xoşu gələcək. Uşaq adətən diqqətin özünə cəlb olunmasına xoşlanar. Onu verirsən uşaq paylayır. Və onun ruhunda əsər qoyur. Görür, ehsan yaxşı şeydir. Ehsan bir şeydir ki, başqaları ona tərəf üz gətirir. Ehsan bir şeydir ki, başqalarının çətinliyini həll edir. Başqalarının qəlbini şad edir. O uşağı bu cür böyüdürsən. Buyur ki, bir-birinizə nə eləyin? Bir-birinizə bəzl eləyin, əta ilə bir şeylər verin. Və sizə tapşırırım ki, nə bağda bir-birinizə arxa çevirəsiniz. Uşaqları demək lazımdır. Qohumlardan, yaxınlardan, valideynlərdən. Əvvəldən demək lazımdır. Hər kəs anasına, atasına qarşı çıxsa, valideyn olsa heç vaxt xeyir tapmaz. Qohumlarla get gəl elə. Baxma, qohumların səhvi olar, sən onlara diqqətli eləmə. Sən əlaqəni kəsmə. Balacalıqdan bunu deyəsən, bir uşaq böyüdündə istəsə də çıxa bilməz. Çünki onun ruhu onunla, cismi onunla bitib. Və bir-birinizə nə bağda əlaqələrinizi kəsəsiniz. Və sonra buyurur ki, nə bağda sizə tapşıram, nə bağda yaxşı işə əmr eləməyi və pis işdən çəkinməyi tərk edirsiniz. Nə olar onda? Deyir, onda sizin içinizdə ən şərri insanlar sizə hakim olar. Sonra dua edərsiniz, qəbul olunmaz. Nöqtədə, çox. Bunların üstündə. Yəni, bunların şərhini adam oxuya, bəlkə mümkün neçə günlər danışar. İstəyir Məkarim ağanın şərhi, istəyir digər ağaların şərhi. Fərq eləmir. Bunların üstündə nə qədər gözəl sözlər var. Deyir, nə bağda yaxşılığa əmr eləmək və pisdən çəkindirməyi tərk edəsiniz. Uşaqlara bunu demək lazım. Hər yerdə gördün ki, sən yaşlı olan, səndən böyük olacaq. Pis bir şeydir, ona xatıra deyir. Bu iş yaxşı işdir, ha. Allahımız bəyənmir, ha, bunu. Bu həddə də deyilsə əsər var. Yəni, insan hər nə danışır əsər var. Uşaq da danışsa əsər var, böyük də danışır. Düzdür, uşağı o qədər ciddi yanaşmazlar, amma uşağın sözü uşaqların yanında qəbul olunandır. Bu amalla böyüyən uşağın əsəri olacaq, mütləq şəkildə. Buyurur ki, niyə, nə olar ki, mən əgər yaxşılığı əmr eləməyi tərk edəsəm, pislikdən uzaqlaşdırmağı tərk edəsəm, nə olar mən? Nə baş verər ki? Buyurur ki, sizin şər insanlar, sizdə olan şər insanlar sizə hakim olur. Və ondan sonra dua eləyərsiniz, qəbul olunmaz. Çox dəqiq bir nöqtə. Yəni, vaxtında insan ixtiyarı ilə bir iş görür, bir səhv eləyir, sonra özü də ixtiyarsız olur. Mən bunu bir də bir kitabdan eşitdim, yəni insan özün ixtiyarən ixtiyarsız eləməsi. Öz ixtiyarı ilə ixtiyarsız, necə yəni insan özün ixtiyarı ilə ixtiyarsız? Bir şəxs öz ixtiyarına çıxır dağın başına, oradan özünə atlaşır. İxtiyarı ilə çıxmışdı, ixtiyarı ilə atdı, artıq düşəndə o aşağıya tərəf gedir, artıq orada ixtiyarsızdır. İxtiyarı ilə özün ixtiyarsız edir. Bizim də hamımızın, bütün valideynlərin hər birinin ixtiyarı var öz uşaqlarının üzərində. İxtiyarınızla elə uşaq böyütməyək ki, məsələn, cəmiyyətə gedəndə, belə deyək, keçən dəfə alim Müştəri Tehran ağa deyirdi ki, yırtıcı böyütməmək lazımdır uşaqlar. Yırtıcı olmasın, oğru olmasın uşaqlar. İndi burada da buyurur ki, nə olar? Biz səhv edərsiniz, mən səssiz Allah yanında qərib olar. Allah səsinizi eşitməz, qəbul eləməz. Yəni, əgər sizin sözdə şər insanlar sizə hakim olsa, mənası nədir? Yəni, yaxşı işə əmr eləməmsiniz və pis işdən çəkindirməmsiniz. Bu sizin öz günahınızdır. Yəni, özünüz fəsad yaratmışsınız. Onu deyir, dua edərsiniz, qəbul olmaz duanız. Sonra buyurur ki, Həzrət Əleyhisselam buyurur ki, ay Əbdülmuttalibin uşaqları, nə bağda əl-üzü, indi artıq özünə aiddir, əl-üzü müsəlmanların qanına batırasınıza ki, bu bəhanə ilə və bu sözlə, bu qəsdlə ki, əmir-əl-mü'minini, yəni özün deyir. Yəni, Əli Əleyhisselam, atamızı öldürmüşsünüz, biz də sizlərin qanınızı, belə deyək, tökürük. Yox, deyir, yalnız mənim şəhadətimə görə mənim qatilimi öldürün. Yalnız mənim qatilimi öyrədin. Başqa heç kəsdən işiniz olmasın. Həzrət Əleyhisselam uşaqlarına deyir. Yenə də bunların hamısında düzdür bu böyük insanlara deyilən sözdür, amma balaca həddə uşaqlara deyilən sözdür. Uşaqlara demiyorlar ki, nə bağda başqasının haqqına gelirsən, ay uşaq. Məsələn, gələndə görürsən, filan kəsin ağacı gətirib, meyvə gətirib, məsələn, yolun üstündədir. Əl vurma, olmaz. Bizə aid olmayan, biz sahibi olmadığımız şeyləri siz yeyə bilməzsiniz.
Nə olar? Heç nə. İmam Hüseynin başını kəsənlər necə böyümüşlər, nətər olmuşdur? Əlbəttə, hamısına aid deyil. Qarın haramla doldu, insanın əməlləri dəyişir. İnsanın qarnına haram girdi, ümumən insan bir harama mürtəkib oldu, ilahi nuraniyyət insandan səlb olur. Hərsə bir şey bu şəxsin yediyi maddi bir şeydir, əsəri isə mənəvi olur. Haram, İmam Hüseyin Aleyhisselam'a deyilər, bunlar bilmir ki, sən Peyğəmbərin nəvəsi dili bilir. Həzrət Səhran balasısan, Həzrət Əlin balasısın, bu qılınc, atımın qılıncı, əmmamın, babamın, əmmamın sən dili bilir. Bəs niyə səndən döyüşürlər? Deyir, çünki qarınları haramla dolur. Qarın yəni haramla dolsa, yəni bu işlər baş verir. Bəli, buyurdu ki, nə bağda əl-üz müsəlmanların qarnına batar. Buna görə ki, bu qəsdən ki, Əmir əl-Müminin öldürür. Fəqət mənim qatilimi öldürür. Sonra buyurdu ki, diqqətlə baxın, mən öldüm, məni bu öldürən, məni bu zərbət deyən şəxs var, onun mənə bir dənə zərbəsi dəyib. Siz də ona bir dənə zərbə ilə vurun. Hətta Həzrət Əleyhisselam şəhadətə çatdığı bir halda ki, möminlərin əmiri, müsəlmanların rəhbəri, Allahın xəlifəsi, Peyğəmbərin vəsisi, bu şəxs ölür, özün öldürən şəxsi, o ölüm halında ki, belə bir şəxs, belə bir əhəmiyyətli şəxs, Həzrət Əleyhisselam, dünyadan gedir, İslam başsız qalır. Ona bir zərbə vurduğuna görə müqabilində belə bir dəyərli şəxsin. Demir, mənim öldürür, sizdə bunun 10 dənə qılınc zərbəsi vurun ki, İslam başsız qoydu, demir. Deyir ki, mənə birim vurub, sizdə birim vurun. Artıq vurmayın. Sonra buyurur ki, onu müslə eləyin. Müslə, yəni öldürəndən sonra burnunu kəsəsən, başını kəsəsən, qulağını kəsəsən. Odur ki, indi Suriyada Vahabilər Ələviləri öldürəndən sonra ürəklərini çıxardırlar. Ya qaraciyərlərini çıxardırlar, ya başqa şeydən. Yəni, bu əhl-i beyt yoludur. Bu dinsizlikdir. Bu Allahsızlıqdır. Hər kəs Allah yolunda döyüşürsə və Allah düşmənlərini öldürürsə, bu Allah deyən kimi olmalıdır. Nə ki, Allah deyəndən xaric. Hər kəs bundan xaricə çıxsa, yəni Allahsızdır və dini yoxdur. Deyir ki, nə bağda müslə eləyəsiz və öldürdüyü şəxsin gözün, qulağın, burnun, hər hansı üzvün kəsəsiz. Mən deyir, Peyğəmbəri eşitdim, buyurdu ki, sizə tapşırıram ki, nə bağda müslə eləyəsiz? Peyğəmbər sallallahu hədis var bu barədə. Hətta buyurur ki, yırtıcı və defeyli bir dənə it də olsa, onu belə müslə eləməyin. Həzrət Peyğəmbər sallallahu buyurdu. Bu Həzrət Əleyhisselam uşaqlarına vəsiyyətidir. Bizim bəhsimiz ailə mühitində uşaqların tərbiyəsi mövzusu idi. Əlaqəsi var idi. Yəni bir valideyn olaraq dünyadan köçür. Fərqləmir, məsələn, Həzrət Əleyhisselam dünyadan köçürdü, elə birinci və axırıncı vəsiyyətidir. Yox, Həzrət Əleyhisselam ilə Həzrəti İmam Həsən Əleyhisselam, İmam Hüseyin Əleyhisselam yetişdirmişdi. Həzrət Əbülfəzl Əbbasi yetişdirmişdi, o öz yerində. Amma bir valideyn olaraq hər bir şəxsin vəzifəsidir ki, xeyirli övlad yetişdirmək, görmək istəyirsə, gərək ömrün hər anında ona məsləhətli şeydir. Əvvəl özü bilməlidir. Belə deyir ki, fəlsəfədə bir dənə qanun var, deyir ki, faqid şey, muhtı şey olmayır. Yəni bir şey ki, bir şəxs ki, özündə yoxdur, başqası nə verir? Bir valideyn ki, dini heç bir məlumatı yoxdur, halal haram bilmir, uşaqlar necə öyrədə bilər halal haramı? Özü bilmir axı. Valideyn əvvəl özü bunları bilməlidir və öyrənməlidir və uşaqlarını da öyrənməlidir. Yol bir dənə fəqət budur. Allahın yolundan başqa bütün yollar batildir və zülmətdir. Və hədəfsizdir və axırı yoxdur. İnsanı heç yerə çıxartmaz, insan cəhənnəmə salar. Bəhsimizlə əlaqəsi olduğuna görə Həzrət Əleyhisselam ta axır anıdır. Artıq bəlkə də bir neçə saatdan sonra dünyasını dəyişəcək, şəhadətə çatacaq. O anda uşaqlarına vəsiyyət edir və tövsiyə edir. Əhəmiyyətli şeylər. Yəni burada deyilən sözlər istəyir böyük, istəyir kiçik, yəni ilahi hədəflərdir. Hər biri Quran ayəsinə söykənir. Və insan burada deyilənlərə əməl eləsə, Həzrət Əleyhisselam onun ən əhəmiyyətli şeyləri deyir. Hər kəs buradakılara əməl eləsə, yəni dinin əda edib. Və qiyamət günü Allah Teala yanında üzü ağdır. Hər kəs bunu öz uşaqlarına vəsiyyət eləsə, Həzrət Əleyhisselam dediyi sözləri öz uşaqlarına vəsiyyət eləsə, uşaq həddində, böyük həddində fərq eləmir. Vəsiyyət eləsə, Allahın dinini əda edib və Allah yanında üzü ağ olan şəxslərdən olar. Allah Teala inşallah bizlərin bu gecələrimizi Quran nazil olub. Qurana xatir Allah Teala bizləri bu gecələrdə günahlarımızı bağışlasın. Allah Quran'da buyurur Qədr surəsində ki, bu gecə 1000 aydan daha üstündür. Mən soruşdum ki, 1000 ay, niyə 1001 ay olsa nə olar? İndi oradakı məqsəd 1004, çoxluğu göstərmək istəyir. Qədr gecəsinin xeyri, bərəkəti ondan da çoxdur. İndi biz 1000 ələ zahiri ilə götürürük, 1000 ay, yəni 83 il ömürdən
Artıq belə deyil. Allah Teala inşallah bu gecələrin hörmətinə bizlərin günahlarını bağışlasın. Bizi həqiqi bəndə olmaq, Allaha bəndəsilik eləməyə tövfiq versin. Və bizi Allah Teala tövfiq verib, bəzilərimiz dəlillə, bəzilərimiz məclislərə gəlməklə Əhl-i Beyt yolunda Allah Teala bizi qərar verir. Və Əhl-i Beytlə münis qərar verir ki, özü Allah Teala öz Quranda bizə onu tapşırıb. Allah bu qədəmlərimizi bu yola sabit qədəm eləsin. Ölənlərimiz olub, bizdən böyüklər olublar ki, bu yolu gediblər, biz də onlara baxmışıq və bu yolu tutmuşuq. Allah Teala onlara da rəhmət eləsin. Bu gecələrdə insan öləndən sonra qərib olur qəbirdə. İnsan öləndən sonra elə gözü qalır yolda ki, kimsə deyir ki, Allah filan kəsə rəhmət eləsin. Hər kəs böyüklərimizdən, dünyasını dəyişənlərdən əlbəttə bu yolda qədəm vurub və başqalarına öz əməli ilə əməl olaraq Əhl-i Beyt yolunda olmağı, İmam Hüseyin əleyhissalama əzadarı saxlamağı, Həzrət Əli əleyhissalama əzadar olmağı bizə göstərib Allah Teala ruhlarını şad eləsin. Və Allah Teala'da arzumuz budur ki, hər kəs bu yola ziddir və hər kəs bu yolu aradan aparmaq istəyir. Hər kəs bu yolla düşmənçilik eləyir, Əhl-i Beytlə düşmənçilik eləyir. Allah Teala o şəxslərin necə ki tarix boyu köklərin kəsə-kəsə gedib, Mərvanilər, Əməvilər, Abbasilər, Şahlar, Xanlar nə qədər insanlar öldürüblər bu yolda. Necə onların kökünü Allah Teala kəsib, bunların da kökünü Allah Teala tez bir zamanda bu yoldan kəssin. Allah Teala günahsız zindanda yatan qardaşlarımıza tez bir zamanda, dünyanın hər yerində, hər yerdə günahsız zindanda yatanlar var. Allah Teala tez bir zamanda inşallah onların qapılarını açsın, öz ailələrinə qovuştursun və ailələrin qəlbini şad eləsin. Xəstələr də var. Xəstələr də var. Bu günlərdə bəzilər Qədr gecəsinə gedəndə bəzilər dərman atırlar. Yataqda arxası üstədirlər. Arzu edirlər ki, kaş mən də sağ olardım və Qədr gecəsinə. Allah Teala o şəxslərə də şəfa versin. Allah Teala hər kəs ürəyində Allah məhəbbəti var. Gecənin o təşliyində, qaranlığında gecənin o qaranlığında hamı yatanda ağrısı olan yata bilməz. Allah Teala o şəxslərə inşallah şəfa versin. Və bizlərə, möminlərə, yaxınlara, əzizlərə, müsəlmanlara ciddi xəstəlik Allah Teala göstərməsin. İnşallah elə bilən bu qədər bəhs eləyər. Allahın izni ilə ömür vəfa eləyərsə, növbəti bəhsdə öz mövzumuzun davamında görüşənə qədər sizləri Allaha tapşırırıq. İnşallah bu gözəl gecələrdə, bu gözəl günlərdə, gündüzü Ramazandır, orucu, gecəsi əhya gecələridir. Əgər layiq bilsiniz, bizlərə də dua eləyərsiniz. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.